Mobil proqramlarla bağlı maraqlı ideyalarım var, ancaq kodlama bilmirsə, artıq bunun da həlli var. Deməli, Google-da Replit yazırıq və birinci çıxan bu səhifəyə daxil oluruq. Belə bir ana səhifə qarşılayır bizi. Bura artıq ağlınızda olan mobil proqramın promptunu ətraflı izah etməyə çalışın. Promptu yazdıqdan sonra mobili seçib hazırlama düyməsinə basırıq. Burada mən nümunə kimi belə bir proqram hazırlamışam. Baxın, promptumu mən buraya yazmışam, göstərim, baxın promptu. Bunu mən ChatGPT-də yazırdım promptu. Deməli, bu proqram nə işə baxır? Əgər gündəlik yemək seçməkdə çətinlik yaşayırsanızsa, bu proqram bu problemi aradan qaldırır. Məsələn, basırsınız, sizə random bugün nə yemək lazımdır, onu çıxardır. Təbii ki, əyləncə məqsədi ilə və nümunə məqsədi ilə hazırlanmış bir proqramdır. Məqsədim odur ki, burada yəni heç bir kodlama bilmədən sadəcə prompt yazaraq belə applicationlar hazırlaya bilirsiniz. Baxın. Adana kebab gəldi. Burada 3 mətbəx var. Azərbaycan, türk və fast food mətbəxi. Hazırladığınız proqramları həm Play Store-da, həm də App Store-da yayınlaya bilirsiniz. Mütləq bu platformu araşdırın, biraz məlumat toplayın və burada biraz vaxt keçirməyə çalışın. Yaxşı ideyanız varsa çox işinizə yarayacaq. Bu tərz videoları qaçırmamaq üçün səhifəmi izləməyi unutmayın. Sağ olun, salamat qalın.